İl yarım sonra fitness'e başladığım birinci gün. Bəli, düz eşitdiniz. İl yarımdır boks yarışlarına hazırlaşdığım və paralel şəkildə də çəki saldığım üçün əlimə heç bir qantel almır. Bu da gördüyünüz kimi mənim fiziki görünüşümə xeyli təsir edir. Həqiqətən il yarım sonra fitness'e başlamaq mənim üçün həm psixoloji, həm də fiziki cəhətdən çox çətin idi. Ancaq mən bir aylıq məşq planımı və məşq prosesimi sizlərlə bölüşüb paylaşacağam ki, düzgün və istəkli şəkildə məşq etsəniz, bir ayın maksimum nə qədər dəyişim əldə etmək olar onu görəsiniz. Bu da yenidən və sıfırdan məşqə başlamaq istəyənlər üçün xüsusi motivasiya videosu olsun. Gördüyünüz kimi uzun müddətli məşq etmədiyimdən dolayı normalda isinmə hərəkətləri etdiyim çəkilərlə işləməkdə əziyyət çəkirəm. Tez çəki almaq və tez böyümək üçün bacardığım qədər bazı hərəkətlərinə üstünlük verəcəm. Və paralel şəkildə də boks hərəkətləri də edəcəm ki, boks vərdişlərini də unutmayım. Məşq əsnasında köhnə formamı xatırlayıb və indiki gücsüzlüyümü düşünüb birazcıq depressiyaya düşsəm də, ancaq bunu yenidən bacara biləcəyimi düşünüb ayağa qalxıb həvəslə məşqlərimi elədim və məşqdən sonra isə özümə motivasiya vermək üçün məşq bitər-bitməz isə çəki almaq üçün aldığım məhsulu və yeməyimi yeyib növbəti məşqə planımı qurmağa başladım. Əgər bir aylıq məşq planımı bilmək istəyirsinizsə, videonu bəyənib kaydetməyi unutmayın.